Əziz dostlar, hörmətli xanımlar və cənablar, dəyərli Yurd FM-i həm izləyənlər, həm dinləyənlər, hər vaxtınız xeyir olsun, işinin adamı başladı. Nəzərinizə çatdırmaq istəyirəm ki, bilənlər bilir, bilməyənlər də agah olsun. Həftənin 5 günü işinin adamı studiyamızda qonaq olur və proqramımızda müxtəlif sahələrdə fəaliyyət göstərən, uzun illərin təcrübəsini, nəzəri və praktiki bilgiləri özündə hər daim daşıyıb da ətrafda insanlara, Azərbaycanımıza, vətənimizə, işgüzarlara, gənc nəsilə faydasını verən insanlar proqramda iştirak edirlər. Bugün də istisna deyil. Bugün 1 saata yaxın müddətdə çalışacağıq ki, dəyərli işinin adamı ilə həm söhbət olaq, amma maşallah olsun, bugünkü qonağımız o qədər zəngin təcrübəyə sahibdir ki, bir tərəfdən adam təəssüflənir ki, 1 saat çatmaz. Sən bu kişi ilə oturub 1 saatdan söhbət eləyəsən, adam efirdə söhbət eləyir, paralel iş görür, idarə eləyir. Amma bir tərəfdən də adam sevinir ki, eyb yox, elə belə yaxşıdır. Növbəti dəfədə dəvət etməyə bir öncədən ayaq yeri qoymuş oluruq. Efirimiz başladı dostlar. İşinin adamı studiyadadır. Əgər işinin adamına suallarınız olsa, bilirik ki, olacaq da, amma mənim suallarım da yetəri qədər çoxdur. Bax, bu nömrə ilə əlaqə saxlayın. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, həmin bu nömrələrlə əlaqə saxlayın və efirə mütləq ki, çalışacağıq sizi qoşaq. Həm yaza bilərsiniz, həm də ki, zəng etmə imkanınız var. Qonağımız studiyadadır. Bugünkü efirimizin işinin adamı Elnur Kələntərovdur. Azera Holding olaraq tanıdığımız böyük bir şirkətin biznes inkişafı departamentinin rəhbəri, dəyərli həmkar deyirəm, amma biz yəni Elnur müəllim kimi dəyərli ustadların əlinə baxıb öyrənmişik. Gənc jurnalistlərlə birlikdə zamanında eyni idarədə də çalışmışıq. Ona görə də Elnur müəllimin komandasında mən olmamışam, amma onun komandasında olan mənim dostlarım həmişə deyir, bomba müdür deyə, belə də deyirdilər. Bax, həmin dəyərli insan bizlə birlikdədir. Elnur müəllim, xoş gəlmişsiniz. Çox təvəzzökarsınız. Təşəkkür edirəm. Mən həmişə çalışıram efirdə ürəyimdəkiləri deyim. Bir vaxtlar bundan sıxıntı da çəkdik. Üçüncü şəxs baxırdı və ustadımızın ustadı da hal-hazırda buradadır. Dəyərli müdür. Deməyəcəm, göstərməyəcəm. Biz bildik söhbət kimdən gedir. Elnur müəllim zamanında məncə baxın, dəyərli bir insan. Bu görüntüləri hal-hazırda ümumi planda da göstərin. Baxın, nə gözəl bu dəqiqə anlar yaşanır. Gözəl münasibət, gözəl o təcrübə mübadiləsi gətirib bax belə məqamlara çıxardır ki, hətta efirdə belə xüsusi salamlama. Necəsiz? Təşəkkür edirəm. Uzun illər bir yerdə çalışdığım insanı yalnız və yalnız ayaq üstə əskər salamlamaq mənim borcumdur. Məncə layiqdir. İndi nə demək istəyirdim? Sözüm də yarımçıq qaldı. Bir zamanlar mən nədən sıxıntı çəkirdim? Məsələn, mən sizi tanıyıram, okey. Bilirəm də, bu kişi haqqında nə desən azdır və yaxud da real qədərində. Bir də mənim biraz xarakterim, siz necədir? Yaxşını deməyi çox sevirəm, pisi belə demirəm. Nəyimizə lazım? Niyə qəlb sındıraq? Kənardan üçüncü şəxslər, bizi tanımayanlar deyir, bunun nə marağı var? Sonra biraz zaman keçəndən sonra 2-3 ildə artıq tamaşaçı da, dinləyici də, auditoriyamda öyrəşdik ki, bunun xarakteridir. Nəyə gətirirəm söhbətimi? Sizin haqqınızda həmişə qəşəng fikirlər eşitmişəm, özümə də ləzzət eləyib. Təşəkkür edirəm. Ona görə də sizinlə inanırıq ki, maraqlı söhbət alınacaq. Sizi həm biznes idarəçi olaraq, həm yaxşı biznes inkişafı üzrə mütəxəssis olaraq, jurnalist olaraq, aparıcı olaraq, marketoloq olaraq, satış mütəxəssisi olaraq bugün bir neçə suallarla yoracağıq. Haqqınızı halal edin. Amma ilk olaraq başlayaq Azera Holdingdən. Holdingin əsas prioritet istiqamətləri nələrdir, Elnur müəllim? Sualınıza cavab verməzdən öncə icazə versəydiniz, dediyiniz fikrə bir əlavə olaraq öz yanaşmamı deyim. Ruminin bir sözünü heç vaxt unutmuram və bu sözü rəhbər tutaraq sizin düz yolda olduğunuzdan bir daha əminliyimi ifadə edirəm. Rumi deyirdi ki, qızıl güllərin ətrafında olan tikanları dərməyə, yolmağa, çıxartmağa can atmayın. Siz onları çıxartdıqca onlar çoxalacaq. Siz ondansa qızıl gülləri çoxardın. İnsanlara yanaşmada da həmişə insanın yaxşı xasiyyətlərini önə gətirmək. Nə qəşəng ifadədir belə. Çox qəşəngdir, çox dəyərli ifadədir. Müəllim, belə
qızıl gülətirli, qızıl dəyərində söhbətlər istəyirik sizdə bugün. Okey. Başlayaq. Başlayaq əzizim, başlayaq. Azərbaycan Holding 20 ilə yaxındır fəaliyyət göstərir. Bəli. Əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatıdır, səhiyyə sektorudur, xidmət sektorudur, həm də iaşə obyektləridir. Bir də son illər ərzində artıq sənayeyə də keçmişik. Bu sahədə də fəaliyyətini göstərir. Üst-üstə götürdükdə hardasa holdingdə daimi və mövsümü işlərlə əlaqədar 20 minə yaxın əməkdaş çalışır. Maşallah. Bu böyük bir rəqəmdir, bu böyük bir peşəkarlıqdır, 20 min. Bu belə götürsək təxminən Yəni Bakıda gəzəndə hər 20 nəfərdən biri demək olar ki, sizin əməkdaşdır təxmini. son illər Bakıdakı əhali sayını nəzərə alsaq, məncə bunu ona vurmaq lazım gələcəkdir. Bəlkə də gözəl. Deməli sizin həm səhiyyə istiqamətində fəaliyyətiniz var, həmçinin kənd təsərrüfatı olsun, qida olsun, bir də ki bu yaxınlarda ən gözəl layihələrdən biri sizdə Fruitland idi. Bu haqqda bir də məlumat verərdiniz. Təşəkkür edirəm. Ümumiyyətlə hazırlıqlı jurnalistlə, hazırlıqlı aparıcıya efirdə oturmaq çox komfortludur. Komfortlu olana görə ki, əgər hazırlıqlıdırsa, deməli sualları maraqlı olacaq. Tənqidi tərəflər də ola bilər və belə götürsək hardasa bir intriqa da yarana bilər. Bu da tamaşaçılar üçün maraqlıdır. Demək ki, bizim bugünkü söhbətimiz düşünürəm ki, həqiqətən də maraqlı alındı deyə biləcəyimiz bir duet olacaqdır. Fruitland şirkəti bizim yeni yaradılan şirkətlərimizdən biridir. Bu şirkət bizdə meyvələrin yetişdirilməsi ilə və satışı ilə məşğuldur. Bu şirkətin tərkibində bizdə hazırda hamının xalq dilində göycə dediyi alçanın bir növü olan meyvənin də yetişdirilməsi ilə məşğul olmuşuq. İndi də məşğuluq. Nektarin, bəli. Göycələrimiz artıq satışdadır yeri gəlmişkən. Kilosu neçədir? Bir həftədir. Təxminən yox elə dəqiq deyim, satış qiyməti 60 manatdır. Kilosu. Hə, 60-70 manat civarında. Bazara vermək də bu Bazardakı qiymətli, qiymətidir. yoxsa mən alıcının əldə edə biləcəyi rəqəm? Siz alıcılar 70 manata ala bilərsiniz. Mən o gün 200 manata görmüşəm, ona görə dəli olmuşam. Bilirsiniz necə, bazarın bir qaydası var da. Bazarda olmayan məhsul varsa, onun qiyməti çox baha olur. Bazarda məhsul, tələb, təklifi üstəlirsə qiymət qalxır. Təklif qiyməti üstəlirsə qiymət düşür. Və əgər bazara yeni bir məhsul girir və mövsümündən daha tez müddətdə girir, bu sözsüz ki, yaydakı qədər məhsul həcmi deyil, eksklüziv olaraq bir sayılan, egzotik bir meyvə sayılır həmin ərəfədə. Sözsüz ki, onun qiyməti baha olur. İndi siz bu alçanı marketlərə, yoxsa məsələn bunun yaşıl bazarı var, Bunun yaşıl bazarı var, bunun digər satış nöqtələri var, bunun Rusiya bazarı var. Rusiya bazarına. Sözsüz. Əla. Yəni ümumiyyətlə xalq dilində dediyimiz yaş məhsul bir spesifik yanaşma tələb eləyir. Buna görə təəccübləndim. Yaş məhsulun ömrü çox olmur. Bu dərman deyil ki, qablaşmasının üzərində son istifadə tarixi yazılsın. Bu paltar deyil ki, illərlə qalsın. Bu yaş məhsuldur. O canlı 10 dəfə yu geyin. O canlı və 10 dəfədən də sonra bir tərəfi var. Köhnəlibsə qoyursan qırağa, bir 20 ildən sonra yenidən dəbə gəlir. Ən pis halda stolun üstünü siləcəm də mən bunu. Ya da maşını qurulayacaq, ya pambığı çox olacaqsa. Ayda, öz alçay. Mən ilk dəfə deyə bunu eşidirəm. Təxminən, mən sizə deyim də, bu il bizdə 100 tona yaxın alça yetişdirilir. O deyir, dodaqlarım sulandı, vallahi bu dəqiqə. Əslində mənim böyük bir səhvim onda oldu ki, Alça efirə gətirmədiniz. iclasların çoxu cümə gününə salınmışdı. Çünki bizdə şənbə günləri adətən rəhbərliyin özünün həftəyə yekun vurulası bir iclaslar olur. Bu ilə əlaqədar görüşlər çox olur. O səbəbdən də efirimiz başqa gün olsaydı, mən ən azından həmin o bizim belə deyək də istehsal müəssisələrimizdən o malları payını gətirəcəkdim. Amma bu o demək deyil ki, bu gün yoxdursa sabah da olmayacaq. Və bu o demək deyil ki, biz sizi sonuncu dəfə dəvət eləmişik Fırəməlim. Bilirsiniz ünvanı, bu qapı açıqdır, zəhmət olmasa prodüserdən da dəvət nəzərə alın. 5-ci gün, bir dənə müəllimi 5-ci günlər dəvət eləməyin, başqa günlər dəvət eləyin. Holding haqqında da bizim görüntülər var da, Rauf, yox?
Nə oldu, fikrin getdi alçada qaldı? Göstər o görüntüləri. Bizim isə dostlar qısa fasiləmiz var. Bu fasilədən sonra söhbətimiz davam edəcək. Bəli, işinin adamı davam edir əziz dostlar. Maraqlı bir həmsöhbətimiz var bugün efirdə. Sizi də təklif eləyirəm ki, qoşulun TikTok'dan bizi canlı izləyin. Həmçinin Yurd FM-də 90.7-də bizə qulaq asmaq imkanınız var. Və bir daha nəzərinizə çatdıraq. Qonağımız Elnur Kələntərovdur, Azera Holdingin Biznesin İnkişafı Departamentinin rəhbəri. Elnur müəllim, bir ənənəmiz var ki, qısa fasilədən sonra həmişə və yenidən bir müqəddimə təklifiniz olur qonağımızdan. Çünki yeni qoşulanlar var. Belə şeylər sizdən öyrənmişik də zamanında. Ona görə zəhmət olmasa bir daha qısa holding haqqında məlumat verək və sonra gəlin təsnifləşdirək. İstiqamətlər haqqında ayrı-ayrı qəşəng məlumatları verək ki, cəmiyyətimiz bir daha eşitsin və bir daha fəxarət hissi duysun ki, bizdə belə holdinglər, şirkətlər var. Məmnuniyyətlə dinləyicilərimizi və tamaşaçılarımızı ürəkdən salamlayıram və bizim dəyərli aparıcımızın efirdə həm qonağı, həm də bir köməkçisi olaraq xatırlatmaq istəyirəm ki, bugünkü mövzumuz Azara Holding haqqındadır. Azərbaycanda 20 ilə yaxın təcrübəsi olan və təxminən istər klinikalar şəbəkəsində, istər istehsal, sənaye, iaşə xidmətləri, kənd təsərrüfatı sahəsində kifayət qədər təcrübəsi olan bir holdingin fəaliyyət istiqamətlərindən söhbət edirik. Və holdingin fəaliyyət istiqamətlərini biz ayrı-ayrı mövzu kimi efirimizdə açası olsaq, öz-özlüyündə böyük bir dənə, yəni yayım saatıdır, mövzular içində mövzular var. Gəlin elə bizim tip müəssisələrindən danışaq. Məsələn, biz Bakı Medical Plaza haqqında danışa bilərik, International Medical Center və s. və ilaxır. Mən elə gəlir ki, siz həm jurnalist olaraq, peşəkar, danışanın nə istədiyini bilən və yaxud eşidənin nə istədiyini bilən şəxs olaraq hər iki nöqtələrdə çox rahat şəkildə siz özünüzü assosiasiya eləyə bilirsiniz. O empati duyğunuz da maşallah yerində. Hansı zəruri məlumatlar var ki, onu cəmiyyətimiz bilməlidir? Burada pası sizə ötürürəm. Təşəkkür edirəm. Bayaqki fikrimi tamamlayaraq demək istəyirəm ki, meyvələrlə bağlı Azərbaycanda ilk dəfə olaraq tam qatqısız, heç bir kimyəvi maddələr olmadan bananları yetişdirdik və həmin bananlar Heç bir kimyəvi qatqısı yoxdur və o qurban bananlar torpağımız, nə bilmə, yetişir, bəli. Yetər ki, buna sənin həvəsin olsun və peşəkar komandan. Bananların bir dənə mənfi xüsusiyyəti odur ki, bizim öyrəşdiyimiz Ekvador, Afrika bananlarından fərqli olaraq piştaxtalardakı ömürləri çox deyil. Çünki biz onlara heç bir dərman vurmuruq. Dərman, xüsusi belə deyək, dərmanlar, qatqılar olan bananlar ziyanlı deyil. Sadəcə olaraq onların ömrü uzanır. Bu istər-istəməz onun, belə deyək də, orqanikliyinə bir təsir göstərir. Bizim yetişdirdiyimiz məhsulların, yəni bananların heç birində qatqı yoxdur. Nuşucanlıqla yeyə bilərlər. Qiymətləri də gəlmə bananlardan daha ucuzdur. Bütün market şəbəkələrində var, ad çəksəm reklam olacaq. Market şəbəkələri deyəndə barmaqla sayılacaq şəbəkələrimiz var. Keçək klinikamıza. Keçək. Fikrim qaldı bananda mı? Banana bax, bazarı öldürüb. Xaricdən gələnlər ki, o ikisi uşaqlıdan həmişə yeyir deyə. Əslində Azərbaycanda gətirilən bananların həcmi ilə müqayisə eləsək, bizim istehsal etdiyimiz bananlar bu il bir pilot xarakteri daşıyırdı. Biz sadəcə olaraq birinci il bunu yetişdirdik ki, görək biz bu işi bacarırıqmı yoxsa yox. Və gələn ilə artıq tədarükümüz daha çox olacaqdır və arzumuz budur ki, Azərbaycana xaricdən gətirilən məhsullara asıllığı azaltmaqdır. Buna bir töhfə verməkdir. Bu da dövlət başçısının qarşımıza qoyduğu sırf həm də kənd təsərrüfatı ilə bağlı əsas vəzifələrdən biridir. Klinikalarımız Azərbaycanda Baku Medical Klinika şəbəkələridir. Baku Medical Plaza klinikalar şəbəkəsində bizdə Baku Medical Plaza Babək, 28 May, Medilux və International klinikalarıdır. Oranın özü böyük bir məktəb deyə. Həm də mən sizə bir şey deyim, orada bir fərqli yanaşma da var. Misal üçün, bunu tam əminliklə deyə bilərəm ki, Baku Medical Plaza şəbəkəsi, klinikası xalq dilində son ümid yeri kimində tanınır. Düz deyirlər. Danışırsınız, ağlıma gəlir ki, mən özüm dəfələrlə müxtəlif mövzularda bir dənə qalıb ki, əlim qanıyanda gedim də ora.
Yəni doğrudan elədir. Bəli. İndi siz danışırsınız, danışa özüm belə fərqində varam və hətta indi efirdə zamanında mütəmadi bundan əvvəlki mənim layihələrimdə qonaq olub sizin həkimlər, idarəçilər və s. Amma ona qədər də olsa mən elə ora gedirdim. Niyə ora gedirdim mən? Çünki insanlar inanırlar ki, başqalarının bacarmadığını orada bacarırlar. Hə. Və oranın peşəkar komandası, həkimləri bu sahədə kifayət qədər müxtələşiblər. Misal üçün, Baku Medical Plaza'nın doğum şöbəsini götürək, pediatriyanı götürək, Baku Medical Plaza'nın təcili yardımını götürək, avadanlıqlarını götürək, laboratoriyasını götürək. Yəni, bilirsinizmi necədir? Bu tək biznesdə deyil. İnsanlar var da, misal üçün şəxsiyyətlər var. Biz onlardan statlar götürürük, biz onların həyat yoluna baxırıq, düzdürmü? Biz onların həyat hekayələrini oxuyuruq. Niyə? Çünki o hekayələri onlar yaza biliblər. İnsanın ümumiyyətlə nəyinsə, istər canlı olsun, insan olsun, istər bu biznes olsun, istər hansısa brend olsun, onun bir hekayəsi olur. Əgər hekayəsi varsa, o maraq doğurur. Hekayəsi yoxdursa, o nəyəsə əsaslana bilmir. Bax, Baku Medical Plaza'nın hekayəsi var. Ona görə. Baku Medical Plaza bu illər ərzində o hekayəsini yaza bilibdir. Son ümid yeri olaraq insanlar ora gəlirlər. Ən kritik hallarda bir də görürsünüz ki, başqa klinikalardan xəstələri artıq bizə göndərirlər ki, gedin Baku Medical Plaza'ya. Yenə deyirəm, bizim reanimatoloqlarımız, baş həkimimiz Kamal doktor. O şöbədə çox güclüdür sizdə. Baş həkim bizdə Kamal doktordur. Baku Medical Plaza'nın 28 filialında Elxan doktordur. Çox güclü reanimatoloqlar. Həm də bilirsiniz də, anesteziya reanimatoloq. Yəni, bu insanların belə bir kollektivdə olan bu cür həkimlərin olduğu bir şəbəkə bu gün bizə baş ucalığı gətirməyə bilməz. Bu yaxınlarda mamografiya aparatları alındı. Ən son MR aparat aldı. Yaxın günlərdə artıq istifadə veriləcək. Sayılı günlər qalıb, bir həftə 10 günə həmin Azərbaycanda xeyirli olsun. Belə deyək də, çox vaxtlar bu belə işlənir bu söz. Analoq olmayan, həqiqətən də yeni nəsil MR aparatıdır. Qadınlarda döş xərçənginin erkən müayinəsi və müalicəsi ilə bağlı xüsusi aparatlarımızdır, angiografiya aparatımızdır. Yəni, bu istiqamətdə Baku Medical Plaza heç vaxt dayanmır. O səbəbdən də fərqlidir. Bilirsinizmi, bu bir biznesdir həm də. Klinika var ki, yeni yaradılır, ən güclü həkimləri yığır, yeni avadanlıqlar alır və düşünür ki, bu ilə də hər şey yaxşı olacaq. Amma hekayəsi yoxdursa, tarixi yoxdursa, illərə söykənən bir təcrübəsi yoxdursa, bəli, insanlar ona bir inamı var da, bildiniz necə? Bax, məsələ budur. Çünki pasiyentlər həkimə görə klinikaya gəlirlər. Həkimin şəfalı əllərini görən adamlar, hamı da virusunu PR deyirlər də ona, hamı bir-birini ötürür ki, bu həkim sağaltdı, bu həkim sağaltdı. Baku Medical Plaza'da bu həkimlərin bir toplam kollektivi yerləşir. Bütün sahələr. Bəli, Baku Medilux klinikamız misal üçün kifayət qədər pediatriya sahəsində təcrübəsi olan bir sahədə, Erkin doktorun rəhbərliyi altında. Erkin doktor da yamanda. Görürsünüzmü? Siz həm doktoru tanıyırsınız, həm də klinikanı tanıyırsınız. Bu simbiyoz, bu duet insanlara bu cür xidmət göstərməyə imkan verir. Mən buna görə də fürsətdən istifadə edib hamıya deyirəm. Bizim yeni layihəmiz başlayıb uşaq bağçalarında, Erkin doktorun da layihəsidir o. Uşaq bağçalarında müayinələrlə bağlı. Nə yaxşı, nə yaxşı. Bax, bu özəl dövlət. İstər özəl, istər dövlət bizə müraciət edə bilərlər. Baxın, bu məsələlərlə bağlı Baku Medical Plaza dayanmır. Oranın marketing komandası da öz işini bu cür strategiyaya uyğun olaraqdır. Çünki satış və marketing həmişə bir yerdə irələnməlidirlər. Bəli. Satışa uyğun öz planlarını eləməlidir. Satış tələbləri öyrənir, bazarı öyrənir və bu səbəbdən də kifayət qədər kollektivlə çalışırıq ki, işlərin öhdəsindən gələk.
Əgər 10 il əvvəl, 10 il bundan əvvəl Baku Medical Plaza 2-3 belə deyək özəl klinikalardan biri idisə, bu il onların sayı çoxalıbdır. Rəqabət çoxalıbdır. Dəhşət. Hə, amma bu bizi qorxutmur, çünki artıq özünü sübut etmiş bir klinikadır və mən bizdə müalicə olan hər bir pasiyentimizə ürəkdən şəfa edirəm və bilsinlər ki, bizim komandamız 24 saat onların xidmətindədir. Yeri gəlmişkən yaxın günlərdə Baku Medical Plaza'nın bizim təcili tibbi yardım mərkəzində açılışı olacaq. Ən son avadanlıqlar. Hər bir şəkildə yeni bir bizim təcili tibbi yardım istifadəyə veriləcəkdir. Biz bu qədər uzun illər ərzində yerli bazarda xüsusilə bu tip hadisələrin şahidi oluruq. O ki, hekayəsi də olan şirkətlər olur. Sanki qocalma sindromuna meyilli olur bizim şirkətlər. Amma siz danışırsınız, bu ikinci nəfəs effekti yaşadır və onsuz da fonda bir dənə backgroundda bunun hekayəsi var, uğurlar var, təcrübə var, yaşanmışlıqlar var. Üstəgəl, yaxşı idarə olunmayan müəssisədə nə qədər güclü sən mütəxəssis olsan, o da dayanmır. Amma sizin, məsələn, İlkin doktorun simasında digər həkimləri deyək, Kamal doktorun adını çəkdiniz, idarəçiləri deyək, onlar öz-özünə bir generallardır. Alik Qurbanov çox tanınmış bizim ginekoloqdur. Bilirsinizmi, qocalmaq olar, köhnəlmək olmaz. Və belə yeni bir enerji gəlib. Allah uzaq eləsin, belə adamlar xəstələnmək. Bir gedim, avadanlıqları görüm. Xəstələnməyin, amma böyük məmnuniyyətlə bir mediator təşkil edə bilərik. Yaxşı fikirdir. Bir də ki, əziz izləyənlər, dinləyənlər, yaşı xüsusilə 30-dan yuxarı başlayanlar, geri sayım başlayır da, yəni bunu gəlin qəbullanaq. Biz düzdür, hadisələrin qarşısını ala bilmərik. Allah Taala insanı belə ideal yaradıb, müəyyən müddətdən sonra artıq biraz belə də qocalma prosesi təbiidir. Amma biz özümüzü daim sağlam saxlayıb da ömrümüzü istədiyimiz qədər, heç olmasa da, yəni bacardığımız qədər daha doğrusu uzada bilərik, ətrafımıza faydalı ola bilərik. Tez-tez gedin bir check-updan, müayinədən keçin. O qədər indiki zəmanədə gözə görünməyən xəstəliklər var ki, zamanında üzərinə düşək və bu işdə də sağ olsun elə Azera Holdingi tərkibində olan bütün tibb müəssisələri bizə kömək edirlər. İşinin adamı. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Elnur müəllim, siz efirdə bizlə söhbət eləyə-eləyə şirkətin e-maillərini cavablandırın. Mən isə sponsorlar haqqında məlumat verim dostlar. Nə qədər ki, biraz söhbətimizdə fasilə yaradıb, məncə bu anlardan səmərəli istifadə etmək lazımdır. Beləliklə məlumatlar sizə təqdim olunur. Sponsor məlumatı. Proqramımızın baş sponsoru Crystal Group of Companies'dir. 2002-ci il ilk müəssisəsini yaradan Crystal Group of Companies açıq səhmdar cəmiyyəti beton və mebel sektorlarında böyüyərək iri layihələrin reallaşmasını özünü təsdiqləyib və müştərilərin inamını qazanıb. Bizi indi canlı izləyənlər həm də görüntüləri görürlər. Elə bizim baxmayaraq ki, radio layihəsidir. Üstün tərəflərimizdən də biri odur ki, həm də görüntülər təqdim olunur. Sağ olsun Yurd FM rəhbərliyi belə gözəl texniki şəraiti də yaradıb. Bəli, bizə həm də paralel görürlər müəllim. Keyfiyyətin dürüstlüyünün ünvanı sloqan altında Crystal Group of Companies böyük uğurlar qazanıb 051 233 55 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sponsor məlumatı. Dekoriza Glamping A-Frame koteclər haqqında danışım. İsmailin Qalacıq kəndində yerləşir və bu şirkətin həmçinin Şəkidə də yeni ünvanı fəaliyyət göstərəcək. Digər sahələrdə də Dekorizanın fəaliyyəti möhtəşəmdir. Həmçinin biz dartma tavanından başlayaraq kətan boya üzərində UV çapı vurğulaya bilərik. Ümumi şəkildə şirkətin bütün istiqamətlər haqqında məlumat əldə etmək istəyənlər 055 556 60 50 nömrəsi ilə əlaqə saxlasınlar. Biz isə qonağımızla söhbətə davam edək. İşinin adamı studiyadadır.
Bəli, işin adamı studiyadadır. Elnur Kələntarov bizlə birlikdədir. Azera Holdingin biznesin inkişafı departamentinin rəhbəri. Elnur müəllim, məncə tam sizə ünvanlanacaq sualdır. Bazarda rəqabət şəraiti çoxdur və az öncə özünüz də bildirdiniz, artıq görün neçə klinikalar var. Və şəhər mərkəzində adət etdiyimiz locationlarda, daha çox belə dəbdəbəli o rayonlarda, Bakının tərkib hissəsində olan rayonlardan söhbət gedir. Gördüyümüz klinikaları indi biz nə bilim, vaxt vardı orada bir baqqal açmırdılar, indi böyük klinikalar açılır. Çox da gözəl, çox da əla. Yəni o qədər artıq yayılır, səpələnir və rəqabət də güclənir. Bir də görürsən, güclü həkimləri də transfer ediblər ora. Deyirsən, maladüst belə əhsən işləyirlər. Bu tip bazar rəqabəti şəraitində qarşıdakı 5 il ərzində biznesin inkişafını hansı formada, hansı formatda görürsünüz, nələr eləmək istəyirsiniz? Sırf klinikalar mı bağlı yoxsa ümumən holding? Klinikadan sonuncu danışdıq, klinikada deyək və ümumi holding haqqında. Okay. Amma mənə daha çox ümumi holding maraqlıdır. Ümumiyyətlə klinikalardakı yanaşmanı götürsək, beynəlxalq standartlarda deyək və yaxud beynəlxalq aləmdə deyək və yaxud Avropada deyək, tutalım Azərbaycandan olur da, necə deyirlər, tutalım bildirirlər ki, filankəs getdi Almaniyada əməliyyat olundu. Düzdür? Və yaxud filankəs getdi Avropada əməliyyat olundu. Düzdür? Mən bəlkə eşidənlər var, amma mən heç vaxt eşitməmişəm ki, desinlər ki, filankəs getdi Almaniyada, misal üçün Richter filankəs həkimin yanında oldu. İmic elə formalaşıb ki, o ölkədə. Bildinizmi necə? Doğrudan Ki, bu ölkədə səhiyyədə gedirsə ora, heç kəs həkimə görə getmir. Baku Medical Plaza'ya da gələnlər konkret olaraq bugün bizim həkimlərimizin illər boyu təcrübəsinə əsaslanaraq gəlirlər. Və hər bir klinikada çalışır ki, insanlara yüksək tibbi xidməti ilə fərqlənsin. Burada həm həkim çox önəmli bir faktordur. Çünki insanlar həkimi tanıyır, onun adına gəlirlər. İnanır. Və o cür tanınmış həkimlər üçün də klinikanın imici çox önəmlidir. Yəni o həkimlər də işlədikləri yeri seçəndə Baku Medical Plaza'nı da seçirlər. O ki qaldı inkişafla bağlı son illər ərzində Baku Medical Plaza'da yeni mərkəzlərimiz yaranır. Bizim ürək damar cərrahiyyəsi mərkəzi, insult mərkəzi, bundan əvvəl də kök hüceyrə mərkəzi. Yəni bizdə misal üçün Baku Medical Plaza'da yeni doğulmuş uşaqların reanimasiya şöbəsi var. Bu sırf bu sahədə fəaliyyət göstərir. Ona görə də fokus ora vurur. Çünki bəzən olur başqa klinikalarda da olur ki, uşaqlar dünyaya göz açan uşaqlarda elə bir problemlər olur. Onlar da əksəriyyəti bizim klinikaya gətirilir. Bu birinci tərəfi. İkinci tərəfi də klinikaların inkişafı üçün araşdırmalar aparılır. Yenilikli yanaşmalar tətbiq olunur və elə xəstəliklər var ki, bir də görürsünüz ki, misal üçün Covid dövründə Baku Medical Plaza hamı üçün bir, necə deyim, ümid yeri. Ümid qapısı, bəli. Düzdürmü? Yəni həmin an onu etmək lazım idi. Vaksinlərin vaxtında gətirilməsi, Covidə qarşı xüsusi təhkim olmuş həkimlərin mübarizə idi. Bəli. Bütün ölkə o ilə mübarizə apardı. Baku Medical Plaza özəl klinika olaraq öz imkanlarından yararlanıb bir addım öndə olmağa çalışırdı. Baxın, ona görə də biznesin inkişafı dayanmadan bazar araşdırması ilə məşğuldur. Misal üçün, mənim rəhbərlik etdiyim departament, biznesin inkişafı departamenti bizim holdingin ən böyük departamenti sayılır. 4 böyük şöbəsi var. İctimaiyyətlə əlaqələr və protokol, çağrı mərkəzi, marketinq və satış şöbələri. Bunlar hamısı bir-biri ilə əlaqədədir. Çağrı mərkəzinə gələn zənglər təhlil olunur. Nələr daha çox sorulur. Telemarketinq onun üzərindən aparılır. Marketinq satışla bir simbiyoz təşkil eləyir. Bazar araşdırılır, ona uyğun kampaniyalar. Bu qədər işin arasında ki, siz efirdə gəlib iştirak eləmişsiniz ha. Yəni, mən belə başa düşdüm ki, siz mənə dəhşət çox istəyirsiniz. Bəli, mən sizi çox istəyirəm. Biz həm də sizinlə kampaniyanı qalxı kavram.
Ayda. Mən ilk dəfədir ki, efirə, studiyana çıxıb efirə gəlirəm. Doğrudan əməlim. Bir də Tural İsmayılovla görüş, o da sabah olacaq, o da çox yaxın dostumdur, ona da yox deyə bilmədim. Sağ ol əməlim. Yox, estağfurullah, bu ona görə deyil. Sadəcə olaraq işimə... Real fakt var da, yəni təbii ki, söhbət ondan getmir. Yəni o qədər iş var ki, yəni adam Qayuli Cezar kimi torpağasan yaşasın. Bir qulağından eşidir, bir tərəfdən danışır, bir tərəfdən də nə bilim, o eyni anda 3 hərəkət edə bilir daxı. İndi siz görmürsünüz, biz maksimum çalışmışıq gizlədə. Bax, kameraya girin, TikToka görəcəksiniz. Elnur müəllim qarşısında monitoru var. Yox, monitor deyirəm, klaviaturanı görürsünüz. O bizim studiyada yox idi. Çünki müəllimin özünün kompüterdə hal-hazırda paralel işlə görür. Hə, çünki bizdə bir-iki məsələlər olacaqdı sabahki iclasla bağlı, olmayılarını cavablandırırdım. Amma belə hər şey qaydasındadır. İkinci tərəf, Kamal bəy, bilirsinizmi, biz deyirik iş çoxdur və s. Allahdan verilən bizə bir ömür var da, düzdürmü? Onun hardasa biz 5-6 ilini qayğı ilə yaşayırıq, amma onu hələ dərk eləmirik. Çünki körpə oluruq da, düzdürmü? Valideynlərimiz tərəfindən o qayğı falan. Sonraki 10 ilimiz bizim oxumaqla məşğuldur, keçir. Yəni, məktəb, məcburi artıq bizim fəaliyyətimiz olur. Məktəbə getmək, təhsil almaq. O da bizə məcbur edir ki, elə oxumalısan ki, sonra gedib ali məktəbə girəsən. Düzdürmü? Deməli, məcbur son 3 ili də o cür intensivliklə oxuyuruq. Evet. Düzdür, bizim vaxtımızda müəllim yanına getmək falan, repetitor falan yox idi. Biz elə məktəb proqramı ilə gedib instituta daxil olmuşduq. 4-cü mərhələ ali məktəbdə oxuyursan və planlaşdırırsan ki, mən axı işləyəcəyəm, düzdürmü? Demək ki, mən yaxşı oxumalıyam ki, bildiyim olsun ki, mənə sabah işə götürsünlər. Hələ bu da qarantiya deyil, bilirsiniz. 4 ilimizdə belə gedir, düzdürmü? Hərbi xidmət. Sonra hərbi xidmətin olur, hansın ki, səni orada düşünməyə qoyumlar. Sən sadəcə əmrə tabe insan olursan. Çoxları üçün bəlkə də əskəri xidməti ağırdı, mənim üçün rahat idi. Çünki orada mənə düşünməyə icazə vermirdilər. Yox idi. İcazə vermirdilər, sən ancaq əmrə tabe idin. Daha sonra isə sən işə gəlirsən. İşdə də tutduğun vəzifəyə uyğun olaraq da işləməyə başlayırsan. Və orada da düşünməyə imkan versələr də qərar sahibi sən olmursan. Çünki sən yeni gəlmisən. Düzdürmü? Yaşının hardasa bir 40-45-ində sən təcrübə toplayandan sonra, başın daşlara dəyəndən sonra, ayaqların o, belə deyək, çınqıllıqlarda yaralana bərkiyəndən sonra hansısa bir pozisiya şansın varsa tutmağa, demək ki, sənə verilən ömrün 50%-dən çoxunu getmirsən. Düzdürmü? Pensiya yaşına qədər demək ki, sən işləməlisən. Sən bütün bacardığını o işə qoymalısan. Səni işə götürən insana sözün əsl mənasında fədakarlıqla xidmət göstərməlisən. Elnur müəllim, şəxsi pensiya yaşınız neçədir? Düşüncənizdə, məsələn, hər an özünə bir yatırdığı yaş var da. Bax, məsələn, bu ildən sonra, bu yaşdan sonra işləməyəcəm. Mən o sualı özümə verməmişəm. Həmişə işləyəcəksiniz. Hə, çünki düşünürəm ki, bacardığım qədər nəyəsə xidmət göstərəcəm. Yəni, burada amma söhbət maliyyə azadlığına getmir, əziz dostlar. Mən həyatımın elə bir dövrü olub ki, işsiz qalmışam və bunun olduğunu çox gözəl bilirəm. İşsiz də qalmışsınız. Bəli, olub elə bir dövr. Doğrudan, Elnur müəllim. Bəli. O deyir, sizə bunu yapan həyat, bizə nələr yapmaz. Amma bir məsələ də var. İnsan rəhbər heyət olanda, həmişə ilklərdən olanda, idarəçi olanda, sonra onun da artıq bir tərəfdən kənardan yaxşı görsənsə də, başqa bir iş transferlərində də artıq özü seçici olmağa başlayır. İstəməsə belə. Ona görə də sizə də mən çox yaxşı başa düşürəm, amma bugün o qədər sevinirəm sizin adınıza bir belə deyim də, gənc yaşlarından aparıcı olan, jurnalist olan bir insan. Azərbaycanda təəssüflər olsun ki, bizim jurnalist dostlarımızın özünə çəkdiyi bir yol xəritəsi var. Müxbir, aparıcı, mətbuat katibi, təqaüd və ölmək. Bitti. Və halbuki onlardan sonra o qədər istedadlı adamlar var. Və deyirsən, ayda, niyə? Bir cəsarət yoxdur. Sizi biz həmişə belə cəsarətli adam kimi tanımışıq. Bax, o cəsarətdən irəli gələn, dünyanı ağuşuna alan, TikTok üzərindən, siz Azərbaycanda TikTokla belə sorğulaşırsınız. Kişiyə görün bura. Azərbaycanda mənəm, Bağdadda da sən TikTok deyək. Keko Media.
Bu yaxınlarda biz sizin rəsmi olaraq şirkətin açılış mərasimini gördük. Çox da sevindik. Oradan Azərbaycanda rəsmi həm də dövlət səviyyəsində TikTok'un rəhbər heyəti vətənimizə gəlmişdi. Mikail müəllim də görüşmüşdü onlarla və baxmayaraq ki adı betdamdır bu sosial şəbəkənin, amma nümunəvidir Azərbaycan. Dünyada nə qədər ölkədə demək olar ki eyni formatda cəmiyyətə mənfi təsir edən TikTok paylaşımları var, amma Azərbaycan qədər qəşəng səhmanın üzərinə düşən ölkə yoxdur. Niyə cəmiyyəti fikirləşirik, gələcəyi fikirləşirik, böyüyü var, bunun kiçiyi var, uşağı var, gənci var. Bu da bizdə inam yaradır ki, deməli hər şey əla olacaq. TikTokla bağlı bizə nələr tövsiyə edərdiniz? İşinin adamı olaraq həm də bu sahədə. TikTok platformasının Azərbaycan rəsmi partnyor şirkətin belə deyək də olması bu TikTok'un Azərbaycanın TikTok üçün maraqlı olması anlamındadır. Yəni o dediyiniz bədnam məsələsi bu acı reallıq olsa da, çünki platforma Azərbaycanda yeni yarananda platforma yaranmışdı, amma idarəçilik mexanizmləri yox idi. Bəli. Ona görə də rahat şəkildə istənilən kontent paylaşılırdı, kəşfiyyətə də düşürdü, insanların qarşısına da çıxırdı. Algoritm də onda hesablayır ki, nəyə daha çox bağırsansa o kontentdən qarşına çıxır. Daha sonra TikTok rəsmiləri müxtəlif qaydalar və digər məsələləri önə çəkməyə başladılar və qərara gəldilər ki, hər bir dövlətdə öz partnyor agentliklərini yaratsınlar. Bu agentliklər həmin kontent sahiblərinin hüquqlarını qorusunlar. Bayaq dediyim Ruminin yanaşması, pisləri çıxarmaq yox, yaxşıları artırmaqla məşğul olsunlar. Super, super. Yaxşılar arasında bizim həm də sponsorlar reklam fasiləmiz var. İcazənizlə təqdim eləyək, çünki siz özünüz belə mövzularda yetər qədər həssas birisiniz. Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. Bəli, işinin adamını dinləyirsiniz, həm də izləyirsiniz. Elnur Kələn tərəfi bizlə birlikdədir. Qısa keçirəm, Azera Holdingin Biznes İnkişafı Departamentinin rəhbəri, hansı ki bu departament tərkibində böyük işlər görülür. Elnur müəllim, yenilikləriniz çoxdur. Bir şirkət deyil də, holdingdir bu. Ona görə də yeniliklər haqqında danışın, buyurun. Mən bilən sizin eşitmək istədiyiniz suallar elə bunlardır. Zaman siz ayırır. Təşəkkür edirəm. Sözünüzü kəsməyəcəm. Fürsətdən istifadə edərək tamaşaçılarımıza iki yeni şirkətimiz haqqında da məlumat vermək istəyirdim. Onlardan biri Katan şirkətidir, tekstil şirkətidir, yüksək keyfiyyətli parçaların istehsalı və kişi tişörtların bu yaxın vaxtlarda bazara girəcək. Hələ ki istehsala başlamışıq, parçaların istehsalıdır və yaxın zamanlarda Katan markası ilə həmin kişi, biz xalq dilində ona mayka deyək də, kişi maykaları, tişörtləri olacaqdır. Bir də Sevimli Dad brendi Azemal şirkətimiz tərəfindən artıq alıcılarımıza təqdim olunur. Bilirsiniz ki, Sevimli Dad brendi qabaq həm kalbasa məhsulları buraxırdı, həm də süd ağartı məhsulları. Onun ağartı olan qolunu artıq Azemal bizim şirkətdədir və həmin şirkətimiz çox keyfiyyətli, sözün əsl mənasında ağartı məhsullarını istehsal edir. Artıq şəbəkələrdə var. Mən tam əminliklə bunu deyirəm, çünki məndə Facebookumu izləyicilərimiz görür. Mən heç vaxt yalan danışmağı sevməmişəm. Olanı demişəm və o sözün arxasında da dururam ki, həqiqətən də Sevimli Dadın yağı nömrə 1-dir. Kim inanmırsa, istənilən vaxt gəlsin, mən şəxsən o yağdan ona göstərim. Desə ki, yox, nə bilim vallahi, mən ona onun istədiyi yağı alıb verər bilərəm, problem deyil. Azemalın südləri, qaymaqları, kəsmikləri çox keyfiyyətlidir. Səbəb A, tanınmış texnoloqların cəlb olunmasıdır. Yerli tanınmış. Bəli, yerli. B, vaxtilə Sevimli Dadın bu məhsullarının hazırlanma resepturasının originalı bugünə qədər saxlanılır. C, bizim eşitdiyimiz palma yağları və s. məsələlər var, onlardan istifadə olunmur. Və D, ən yeni nəsil avadanlıqlarla təchiz olunmuş zavod. Bax, bu 4
belə deyək, istiqamətin mərkəzləşməsi bu gün bizə Azemalın kifayət qədər yüksək məhsullara sahib olmasına əsas verir. Şirkət yeni yaradılıb. Çatdırılma xidmətlərimiz olmadığından özümüz malları şəbəkəyə çatdıra bilmirik. Ola bilər, hansısa mağazalarda, hansısa şəbəkələrdə bu məhsullar kifayət qədər çox olmaz, amma yaxın gələcəyin işidir bu. Tezliklə bu problem həll olunacaq. Çünki istehsal var, alıcılıq var. Ən əsası da keyfiyyətdir ki, biz ona əl vurmuruq, toxunmuruq. Baxın, bu da bizim yeniliyimiz. Bəli. Digər qollar haqqında da məlumat zəhmət olmaz. İyaşə xidmətlərimiz son zamanlar belə deyək, dillər əzbərinə çevrilir. Bizim Hill restoranlar şəbəkəmiz və Hill restoranlar şəbəkəsinin özəlliyi ondadır ki, Bakının çox super bir yerindədir. Belə deyək, Astevedən yuxarı qalxanda Batamdarda gedən yolun solunda. Sabah Bütün Bakı görsənir. Bəli, bütün Bakı görsənir və həm də əgər övladınızla gəlmisinizsə, övladınız sizin yanınızda oturmadan iPad-də də görsənir. Çünki valideynlər otururlar, bəzən biz indi özümüz də valideynik də, harasa gəlində deyik ki, bəlkə bu dəfə uşaqları aparmayaq, oturaq bir rahat söhbət eləyək falan. Amma Hill restoranına gələn valideynlər rahat şəkildə övladlarını gətirirlər. Çünki uşaqlar üçün ayrıca bir konsept var. Sophia's House konseptidir. O uşaq restoranıdır, elə Hill'in özündədir. Və valideynlər orada oturub Bu görüntüdür. Bəli, bax bu görüntüdür. Aha. Rahatlıqla oturub uşaqlarına iPad-dən baxırlar. Uşaqlar da orada oynayırlar. Dayələri də var. Valideynlər də rahat şəkildə istirahət edirlər. Bəli. Əla, gözəl, gözəl. Bizdə başqa görüntülər də var, hə? Əla. Gəl görüntüləri ard-arda təqdim et, təklif edirəm. Müəllim də görəndə məhz onlar haqqında şərh bildirsin. Bu restoranımız bizim luxury belə deyək də restoran şəbəkəsindəndir və bizim xalq dilində qəşəng kababı, qazan yeməkləri olan bir Ədalət restoranımız da var. Aha. Onu da Qurbanlar adı ilə tanıyırlar, Ədalət restoranını. O bizim holdingin yaxınlığındadır. Özüm də ora tez-tez gedirəm. Digər görüntüləri də göstər. Orada da məsləhət Müxtəlif ağız dadına uyğun. Bu nədir müəllim? Bu bizim holdingin istiqamətləridir. Hə, ümumi. Bəli. O bizim meyvə bağlarımızdır. Aha. Qarabağda meyvə bağlarımız salınıbdır. İşğaldan azad olmuş Ay torpaqlarımızda. maşallah, Qarabağdan hansı tərəfdə? Zəngilanda da var. Bizim meyvə bağlarımız Aqralit şirkətinin belə deyək də tərkibində və Kranka şirkətinin tərkibində. Xocalıda da var, Xocavənddə də var, Qubadlıda da var, Füzulidə də var. Orada arpa da yetişdiririk, buğda da yetişdiririk. Yay mövsümündə artıq meyvələrimiz də olacaqdır. Quru meyvələrimizlə bağlı OFA Organic Fruit Azərbaycan şirkətidir. Belə də Quru meyvə. Bəli, quru meyvələrimiz də satılır. Yəni qida sektorunda da kifayət qədər çox belə təcrübəli şirkətlərimiz var və sevindici oldu ki, bizim üçün bu tanıdığımız insanlardır. Biz onları holdingdə tez-tez görürük. Bir qədər belə yaşlı nəslində nümayəndələri var, cavanlar da var və baxırsan ki, bunlar illərini sırf bu sahəyə qoyublar. Misal üçün, meyvə qurulması ilə bağlı texnologiyaları dərindən bilən insanlar var. Yəni, baxırsan ki, jurnalistika başqa bir sahə idi vaxtilə. Bu sahə tamam başqa bir sahədir və hər bir yerdə ustaddır. Bu çox önəmlidir. Bax, elə insanlarla işləmək mənə həmişə zövq verir. Yəni siz deyirsiniz gözümüzün qabağında canlanır həqiqətən. Digər görüntülər də var. Varsa gəl təqdim eləyək. Sağ olsun. Bütün komandamız dəstək olub bizə. Onlara da təşəkkür. Bu az öncəki görüntülər idi. Mən fürsətdən istifadə edib bizim komandamızın üzvlərinə də təşəkkürümü bildirmək istəyirəm. Sizin komanda maşallah həqiqətən. Bu onlardan biri Vüsalə xanım bugün bizləndir. Vüsalə xanım sizə xüsusi təşəkkürlər. Həqiqətən 12 çox ildən əziyyətinizi artıq təcrübəsi var dövlət televiziyasında. Onun üçün yeni sahə deyil və bizləndir. Komandamızın digər üzvləri. Peşəkarlarla işləmək həqiqətən əladır. Bu pomidor... Bu bizdə bəli, Zirədə Agroland və Bina Agro şirkətlərinin məhsullarıdır. Bizim pomidorlardır. Bu da əsasən... Xaricə də çıxır, herhalde bunlar. Biz bir sıra dövlətlərlə Agroland, əla.
Bəli, Agroland və Pinagro bizim Bolagro şirkətimizdə sırf bu sahədə, yəni kənd təsərrüfatı sahədə gübrələrin gətirilməsi ilə məşğuldur. Yəni çalışırıq ki, sistem elə bir şey işləsin ki, kənardan alınan məhsullarımız olmasın. Hamısı özümüzdə olsun. Hətta kənardan gətirilsə belə də həm öz ehtiyaclarımızı, həm də digər kənar şirkətlərin də ehtiyaclarını ödəyə bilsin. Bu yaxınlarda kənd təsərrüfatı sərgisi olacaqdır. Mayın 14, 15, 16, 17-si. Biz orada öz şirkətlərimizlə təmsil olunacağıq. Şirkətlərimizdən də biri... Bu ənənəvi keçirilən kənd təsərrüfatı sərgisi deyirsiniz də. Şirkətlərimizdən biri Vetart da orada olacaqdır. Vetart bizdə əsasən etpişik yeməkləri, onların qoruma vasitələridir, müxtəlif vitaminlər, dərmanlar və s. Həm də kənd təsərrüfatında istifadə olunan digər dərmanlar, məsələn, quşçuluqda, heyvandarlıqda. Bilirəm, iş çoxdur. Mən elə baxırsınız. Çalışıram hamısı ilə bağlı nəzarəti həyata keçirə bilək komandamızdan. Bitdi görüntülər. Əla. Vaxt necə sürətlə gəldi, keçdi, maşallah olsun. Son dəqiqələrdir. Elnur müəllim, biz Qarabağdakı layihələrlə bağlı da danışdıq. Və maraqlıdır ki, sizin holdingin tərkibində fəaliyyət göstərən şirkətlərin neçə faizini Qarabağda hal-hazırda işi qurmusunuz? Əsas iki şirkətimiz orada fəaliyyət göstərir. Kranko şirkəti və Agralit şirkətləri. Bu şirkətlər kənd təsərrüfatında qoyunçuluq, yəni malqara təsərrüfatı ilə və əkinçiliklə. Buğda, arpa və bu ildən meyvə bağları. Maşallah. Bir də bizə maraqlıdır sizin beynəlxalq ticari əlaqələriniz. Müxtəlif ölkələrlə əsasən bizdə Rusiya iləndir, tərəvəzi biz onlarla çox yaxşı əlaqələrimiz var. Quru meyvələrlə satırıq onlara. Sözsüz. Quru meyvə. Danışdığım yerlərin hamısı satışla bağlıdır. Bizim kifayət qədər Avropa ölkələri ilə əlaqələrimiz yaranır. Yeni satış menecerimiz artıq bu istiqamətdə də aparılır. Onları daha çox quru meyvələr maraqlandırır, meyvələrimiz maraqlandırır. Körfəz ölkələri ilə artıq... Bu yerli quru meyvələrdir, yoxsa... Bəli, yerli quru meyvələr, öz meyvələrimizi... Kakosu da qudub satırsınız, deyək ki, kakos gəlir, gedir. Yoxsa sırf öz meyvələrimiz? Əsasən öz meyvələrimizdir. Xurma, alma, gavalı, gilas. Yaxşı. Bəli. Və ilk dəfə olaraq... Narın quru meyvəsi olur? Yox, narın quru meyvəsi olmur. Olmur, o başqa cür quruyur, bilirsizmi? O zilins kimi onun bir qurudulmuş olur. Bizim qaşıqla yiyir. Bizim quru meyvələrimiz öz belə deyək, xüsusiyyətlərini uzun zaman saxlaya bilən və xüsusi qurudulmadan keçən, xüsusi texnologiyalarla qurudulan meyvələrimizdir və Avropa ölkələrinin çox böyük marağındadır və biz onlarla işləyirik bu sahə üzrə. Addımlarımızı atırıq. Bir də Körfəz ölkələrinə çox maraqlıdır bizim meyvələrimiz. Ümumiyyətlə, Körfəz ölkələri şirin meyvələri sevirlər. Mən bilirdiniz yoxsa yox? Yox. Alça onlar üçün maraqlı deyil. Amma şəftəli çox maraqlıdır. Alma çox maraqlıdır, şirin alma. İnsan beyniyə, deyirəm necə qəribədir, görürsünüz. Bir də bu ildən tibbi turizmimiz başlayır. Körfəz ölkələrindən bura xəstələrin gəlməyi. Azərbaycana gələcək. Bəli. Və gəlirlər də, biz onlarla işləyirik. Azərbaycanlı həkimlərin yanına. Bəli. Bizim Zaxır Travel şirkəti ilə bir anlaşmamız var. O şirkətlə çox gözəl münasibətlərimiz var. Şirkətin 10 Körfəz ölkəsində 1500-dən çox nümayəndəliyi var. Və onlarla aprelin 28-i səhv eləmirəmsə, ya 29-u Dubayda turizm sərgisində təmsil olunacağıq biz. Allah. Elnur müəllim, ümid edirəm müdürümün hər şey xoşuna gəldi. Müdürünüzün inanırıq. İndi gedib özündən soruşarıq. Holdingin rəhbərliyinə salamlarımı çatdırıram. Əziz, dəyərli işinin adamı, minnətdarıq sizə. Efirimiz yekunlaşır. Ənənəvi bir də bir sualım var. Efirdə aparıcının sizə ünvanlamadığı, amma eşitmək istədiyiniz sual qaldı mı? Varsa da hansıdır? Elə bir sualım qalmadı əgər mövzumuzu biznes sahəsində götürsəydik. Sadəcə olaraq çox istərdim bir məsələni də deyim. Siz bayaq dediniz, jurnalistikadan başlayan yol. Həyat bəzən təlatümlərlə və təsadüflərlə zəngin olur. Amma harada işləyirsinizsə, işləyin, yaxşı işçinin bir sadə düsturu var.
Siz həmişə çıxanda hörmətli çıxmısınız hər yerdən. Belə də sanki bu çıxmaq ifadəsi yaxşı deyil. Yəni növbəti iş yerinə keçəndə deyək. Hər yerdən də belə görürəm ki, əlaqəniz qəşəng səviyyədədir. Çünki iki xüsusiyyətin olmalıdır. Bir cəsarətin olmalıdır, bir də sadiqliyin. Harda işləyirsənsə işlə, hansı vəzifə tutursansa tut, çalış həmişə rəhbərinə sadiq ol və rəhbərinin mənafeyini qoru ki, sənə görə ona söz gəlməsin. Bu çox önəmlidir. O vaxt kanalların birindən çıxanda jurnalistlər təkid edirdi ki, özü də həmin vaxt populyar idi. Populyar simalar da ayrılırdı kanaldan. Təkid edir ki, nəsə aqressiv bir şey deyim. Çox səhmanlı dedim ki, hörmətli dostlar, mən bu kanaldan artıq çıxmışam. Kanal rəhbərliyi incidir. Niyə incisə yaxşıdır? Facebookda deyib paylaşan bizim adımızı yazmamışdı. Ayda, dedim, hələ sizin o birlər kimi yaxşıymış. Nəysə. Yəni, hər iki tərəfdən çox şey asılıdır. Həm də sizin adınıza sevinək ki, çalışdığınız insanlar da həmişə belə deyək də status etibarilə ağsaqqallar olurlar. Bəli. Bəli. Təşəkkür edirik sizə. Çox sağ olun Kamran bəy. Sürətlə gəldi, keçdi vaxt. Təəssüf. Yaxşı hər şey həmişə tez olur, az olur. Bəli, bəli. Deməli, gələn dəfə yenə görüşəcəyik. 5-ci gündən başqa hansı gün istəyirsiniz? Siz üçün 5-ci gündə olar, problem deyil. Kompüterimi gətirəcəm özümdən. Qəşəng. Əziz dostlar, dəyərli işin adamı bizimlə birlikdə idi. Söhbət Elnur Kələntərovdan gedir. Azera Holdingin Biznes İnkişafı Departamentinin rəhbərliyi. Həqiqətən də işin adamı olaraq bu gün çalışdı ki, deyirəm, jurnalistə belə bütün mövzuları bir saat çərçivəsində sığdırdı, sağ olsun. Biz də eşitdik, bildik və bir çox mövzularda özüm belə təəccübləndim. İlk dəfə məlumatları əldə etdim. Həftənin birinci günü yenidən eşidiləcəyik. Və çalışın ki, həftə sonunda zehni hüzurunuzu sağ təmin edəsiniz. Bildirək ki, nəzərinizə çatdıraq ki, İşinin adamı bitti.